19 Mart 2026-cı ildir və həftənin cuma axşam günü dəyərli izləyicilər, Pezeşkiyan istefa mı verir? Prezident Sepahı Laricaninin qətlində ittiham etdiyi bir qaynar xəbərlə qarşınızdayıq. İran prezidenti Məsud Pezeşkiyanın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin ölümündən sonra ölkədəki hərbi siyasi elitada yaranmış dərin parçalanma səbəbindən istefa verməyə hazırlaşdığı barədə məlumatlar yayılıb. Musavat.com xəbər verir ki, İsrailin 14-cü kanalının baş analitiki Dror Balazada kəşfiyyat mənbələrinə istinadən bildirib ki, Prezident Pezeşkiyan yüksək rütbəli rəsmilərin ard-arda ləğv edilməsi dalğasına görə İslam İnqilabı Keşikçiləri Korpusunu birbaşa günahlandırır. Xüsusilə Əli Laricaninin İsrail zərbəsi nəticəsində həlak olması prezidentin səbir kasasını daşırıb. Prezident və Pezeşkiyan hesab edir ki, Laricaninin qorunmasındakı uğursuzluq sadəcə səhlənkarlıq deyil, nüfuzlu siyasətçini aradan qaldırmaq üçün Sepah tərəfindən atılmış qəsdən addımdır və İsrail kanalının iddialarına görə Sepah rəhbərliyi əksinə Laricaninin ölümündən çox razıdır və korpusun hələ əvvəlcədən Əli Laricani və onun qardaşına qarşı xüsusi ləğv etmə dosyası hazırladığı da vurğulanır. Hazırda bu sensasiyalı məlumatla bağlı rəsmi Tehran sükutunu qorusa da, prezident administrasiyası ilə hərbi xunta arasındakı gərginliyin ölkəni daxili idarə etmə böhranına sürüklədiyi də aydın şəkildə görünür. Ekspertlər hesab edirlər ki, Pezeşkiyanın istifası Müçtəba Xamenei rejiminin tamamilə Sepahın diktaturası altına keçməsi ilə nəticələnə bilər. Yaxın günlər çox hərəkətli proseslər baş verəcək görünən odur. Diqqətiniz TV Musavatda olsun. Bu ana qədər kanalımıza abunə olmamısınızsa, sağdakı üstəgəl işarəsini vurmaqla kanalımıza abunə ola bilərsiniz, dəyərli izləyicilər.